Herkese salam, hər vaxtınız xeyir olsun. Bugün də yenə sizlərlə görüşə gəldik. Deməli, başlamışıq ev işlərindən. Onları bitirdik, sonra mamam qərara gəldi ki, bu güllərdən biraz dibçək köhnə olanları dəyişək. Nə bilim, qışdan qalma güllərdir də, qırılanları bərpa eləyək. Düzəldək, yarpaqları pis olanları ataq. Nə bilim də dibçəkləri opşum dəyişmək qərarına gəldik. Bugünün dibçəyi çox balaca idi. Ona görə onu yenidən əkdim başqa bir qaba. Belə dibini doldururam. Qara torpaqdır və gübrəlidir. Bu da mənim həyətdə saxladığım məstanım. Gəlib yanımdan əl çəkmir. Təzə yemək vermişəm, yeyib yatmaq da istəyir, gəlib məndən oynamaq da istəyir. Burada belə güllərimi çəkirəm. Çəkirəm nə idi? Əkirəm. Belə. Həyətdə motor səsi, uşaqlar oynayırdı, səs-küy var idi. Ona görə yenidən üzərinə səsləndirmə edirəm. Bu gülüm də baxın, torpaqdan çox kökləri var. Ona görə də biraz torpaq əlavə edib növbəti bir qaba əkirəm onu da. Çox sevirəm bu gülü. Uzanır, aşağı əyilir və güllər açır. Ağ rəngdə çiçəkləri olur. Belə yavaş-yavaş. Bu o qədər çox sevirəm mən torpaqla, həyətlə iş görməyi. Çox sevirəm gül əkmək, gül dibi hamarlamaq, nə bilim, torpaq belləmək mənim çox xoşuma gəlir. Artıq işimi yekunlaşdırmışam, çoxunu çəkmə, daha doğrusu oraya qoymuşam ki, çəksin. Yadımdan çıxıb işarəni vurmamışam, çəkmə işarəsini. Burada da artıq bitirdim, görürəm yerdə torpaq qalıb, aparıb güllərin dibinə tökürəm. Süpürürəm, sonra buranı mamamla yuyacaq. Mamam da orada bəzi işləri görür. Eyni işlər, təmizlik bitmir ki, bitmir. Hər gün iş gör, yenə də iş var. Paltarlarımıza fikir verməyin. İş gördüyümüz, nə bilim də, yəni belə tozlu torpaqlı iş paltarlarımız idi. Sonra dəyişdik, hamı kimdi, yuyundu, təmizləndi. Əsas güllərimiz yaxşı olsun. Mən gülləri, torpağı, yəni bilirsiniz də çox sevirəm. Mənim üçün çox önəmlidir. Bir gülüm belə öləndə, nə bilim, bir yarpağı qırılanda çox heyfslənirəm, çox pis oluram. Belə, gəh mamamla durub söhbət edirəm, gəh işimi görürəm yavaş-yavaş. Belə, iş qurtarmır. Sizdə də bilirəm ki, elədir, necə bizdə, elə də sizdə. Burada da Aylin gəlir, söhbətə daxil olur. Gül işini bitirdik. İndi çıxıb çəkərəm sizə necə alınıb, necə olub. Sonra gəldim ki, artıq neçə saat orada vaxt keçib, uşaqlar acıb. Hərə bir tərəfdə yemək istəyir. Fidan yanımdadır, gülür. Mən də tez belə qreçka dəmlədim. Bir də üzərinə belə pavidla bişirirəm. Qreçka ilə yeməyə soğan, kartof, biber, pomidor, tomat, sarı kök, göyərti, hər şey əlavə eləmişəm. Biraz da qaynasın. Üzərinə pavidla kimi belə pişsin. Üzərinə töküb yeyərik. Əslində bu günə kələm dolması fikirləşirdim. Ondakı yorulmuşam. Həm də ki artıq gecdir də. Dolma elədi ki, Nazı ilə oynayasan gərək. Bükmək, kələmi pörtətmək. İndi inşallah eləyəcəm. Bunu yeyək, sabah da onu pişirərəm. Yo. Güllərimi də indi çıxıb çəkərəm sizin üçün. Onlar pişsin. Neynir orada? Zuziyə çağırır ki, bax. Şapşaplarımı geyinim. Motorun səsindən də ki, bilmirəm məni eşidirsiniz yoxsa yox. Belə dibçəyi dəyişilməli olanları təzədən dəyişdim. Gördüyünüz kimi. Belə biraz yerlərini qırmışam, qalanları da var. İndi yavaş-yavaş qıracağım. Bu qəşəng belə. Amma o qədər zəif inkişaf eləyib ki, baxın, dibini təzədən oydum. Əlavə gübrəli torpaq tökdüm. Bunun özünə tökdüm. Baxın, açır. Yorulub, açmaqdan yorulub. Həqiqətən çox töküb. Baxın, hər tərəfi doludur. Ondan sonra bunu mama gətirmişdi.
Onu elədik. Kök salmışdı, yenidən əkdim. Bunlara biraz nəzarət elədik. Nə bilim, bu limon ağacımın dibini belə görürsüz, o vaxt təzədən elədim. Bunlarda hələ gül yoxdur. Təzə-təzə çıxmaq istəyir. Daha sonra burada qalan güllərdən yığdım belə. Ay, buna baxın. Bəlkə də görmürsüz, buna baxın. Gülləri yeyir də, mən biləm bu hardan gəlib bura. Vay vay, onu gərək götürəm. O güllərə ziyan vurur. O gülləri belə baxın, yeyir. Belə bu vəziyyətə salır. Heç görməmişəm bayaqdan. İndi görəm, bu günüm çox tərk olub. Bir tər özünə gətirdim, görüm. Alınlar, alınmaz heç. Bunun dipçəyini dəyişdim, çox balacaydı. Bunu dəyişdim. Bunun özünü yenidən 2 rəng əkmişəm, görək tutsa tutacaq, tutmasa heç. Bunu biraz canlandırdım, böründəyin atdım. Ətir şahım elə qəşəng olub, baxın. Daha sonra buna biraz torpaq əlavə elədim. Bundan başqa bir qabada əkmişəm, indi göstərirəm. Burasını təmizlədim, bu indi dolacaq. Bu belə biraz bura əkdim. Bunlar yerində. Bunu təzədən baxın, qırmızı belə gül açır. Təzədən elədim. Nə bilim, biraz işlər gördük. Bunlar lazımdır, bilirsiniz. Yaydan qışdan yaya keçəndə gülləri canlandırmaq lazımdır. Görək, çox xarab olublar. Bu çox yağışa, soyuğa məruz qaldılar. İndi inşallah ki özlərinə gələrlər. Bunlar da bu tərəfdə birazın bu yana, əks istiqamətdə birazın o birisi yana yığmışıq. Belə, burada biraz bal bastırmışdım. Onu da görürəm ki, inkişaf edib bu tərəfdə vapşıyım. Baxın, onu da çıxardıb əkəcəm. Belə təmizlənsin. Bax, bu güldən düşüb, bəlkə də bunun üstünə baxın. Bunda çoxdur, heç mamam görməyib. Bunu bax, mamam riblovka eləyib. O görməyib. Gərək ona baxım. Amma yorulduq, əllərimlə günə düşdü, görsəz. Amma sevirəm torpaqla əlləşməyi. Buraları yuduq, yığışdırdıq. Sevirəm torpaqla əlləşməyi, nə bilim, gül əkməyi. Sevdiyim işlərdir. Belə. Girim indi içəri. Uşaqlara yemək çəkim, hamıcı acıb. Son nöqtədir. Qırğındır bizdə yemək üstə. Salat falan da doğrayım. Bu da növbəti gündən bir vlog. Bu videonun arxasına yerləşdirmək istədim. Gül əkdiyimiz günün səhərsi günüdür. Deməli, gedirik xalamgilə, Xatirə xalamgilə qonaq gedirik. Xatirə xalamın ad günüdür, doğum günüdür. Onu bir daha çoxlu təbrik edirəm. Öpürəm, bağrıma basıram. 100 yaşasın, sağlam yaşasın, həmişə yanımızda olsun. Aliş bəbəsini də aparıb özü ilə. Alişin bəbəsi ilə bağlı da vlogumuz var. İnşallah onu da yükləyəcəm. Belə Alişə yer vermişik ki, onun əlində bəbəşkası var. Otursun. Marşrutla gedirik. Axşamda yoldaşım bizi gətirəcək inşallah. Yavaş-yavaş gedək. Oturaq, yeyək, içək, gülək, danışaq, əylənək, qaydaq. Biz çatdıq. Hə? Burada da oturmuşuq. Gələn kimi çay süzdülər. Çay içirik. Almalı piroq pişiriblər. Bilirsiniz, mən də hazırlayıram. Özüm üçün burada piroq çəkirəm. Dadına baxım deyə çox dadlı idi, möhtəşəm idi. Gülnazımın əllərinə sağlıq. Artıq süfrəyə, yemək süfrəsinə keçid etmişik. Hər tərəfli hamı kömək edir. Biri boşqab düzür, biri burada belə salatları yığır, biri daşıyır. Belə ailəlikcə iş görürük. Burada belə qəşəng salat hazırlayıblar. Yeməklər, dolma, aş, hər şey hazırlayıblar. Gəlinlər, əllərinə sağlıq.
Burada mamam görür çəkirəm. Qoyur Vilkanı yerə. Bu da uşaqların süfrəsidir. Onlar həyətdə əyləşiblər. Orada yemək yeyirlər. Onlar əslində danışırlar. Amma çox o qədər qışqırırlar. O qədər çox səs var ki, ona görə səsi aldım. Burada da deyir ki, xalalar mütləq bəyənin. Burada da Fərrux heç kimi qoymadı. Dedi ki, çəkilin. Qabları özüm yuyacam. Bu iş məndə. Siz gətirin, mən yuyum. Biz də dedik baş üstə. Gətirdik, yığdıq yanına. Burada yuydu, sağ olsun hamısını. Sildik, Yılmaz da yerinə yığdı. Belə sonra gedib oturub yenə çay içdik, söhbət elədik, tort yedik. Burada da artıq yoldaşım gəldi. Biraz da onunla oturduq, çay içdik, söhbət elədik, yemək yedik. İndi qaydırıq evimizə. Hər bir qonaqlığın sonu olduğu kimi bugünün də sonu oldu. Qaydırıq evimizə. Bu videonu da izlədiyiniz üçün sizə çoxlu təşəkkürümü bildirirəm, minnətdaram. Çox sağ olun, yaxşı ki varsınız. Mənim YouTube ailəm. Hələlik.